Bu gün iftara çox maraqlı qonaqlarım var. Deməli qonaqlarım 15 ildir ki, qırmızı ətdən imtina ediblər. Mal əti, qoyun əti, ümumiyyətlə balıq belə yemirlər. Yalnız toyuq əti yeyirlər. Təsəvvür edin ki, iftara 4-5 saat qalıb bütün menyunu toyuqla tərtib etməliyəm. Evimizin yaxınlığındakı Səba mağazalar şəbəkəsindən birinə getdim. Oradakı toyuqları çox bəyənirəm. Ümumiyyətlə məndən hər zaman soruşursunuz ki, istifadə etdiyiniz toyuq hansı markadır? Bunu ilk dəfə sizlərlə belə bölüşmək istəyirəm. Halallıq sertifikatı da var, dadı da çox ləzzətlidir. Bütün İslami kəsim qaydalarına riayət edilir. 2 ədəd toyuqdan belə ləvəngi etdim. Toyuğu yaxşı duzlayıb istiotladım. Palçıq turşusu, dur yağı və mayonezi qarışdırdım, toyuğun hər tərəfinə çəkdim. Buzluğumda da hər zaman hazır ləvəngi olur. Mən resepti yenə də aşağıya yazacağam. Gələn qonaqlarımın fərqli ləzzətləri sevdiyini bildiyim üçün onlara xüsusi ballı sosda qanadlar hazırlayacağam. Olsun, reseptini də aşağıya qeyd edəcəm. Çox ləzzətlidir. Sobada qıpqırmızı olur. Baldan heç şirinlik gəlmir. Buna rahatlıqla əmin ola bilərsiniz. Soba listinə düzdüm. Bu da getdi sobaya bişməyə. Yanına biraz da kartof qoydum. Və toyuğun filesini başladım qaynatmağa. Sarımsaq, qoz, mayonez və toyuq filesini toyuq qəlyanaltı kimi badımcanların içərisinə belə rulet kimi düşdüm. Qarğıdalı nar, toyuq filesi, qoz, qırmızı soğan, yaşıl soğan, şüyüd və mayonezlə qarışdırdım. Ləzzətli bir salat oldu. Sadə mərcimək şorbasını daha da ləzzətli etmək üçün içərisinə toyuq ditdim. Biraz da şüyüd əlavə elədim. Bu arada bu qədər işin içərisində hələ aş da dəmləmişəm. Sizə bir şey etiraf eləmək istəyirəm. Ətlər içərisində ən sevdiyim elə mənim toyuq ətidir. Ona görə də belə rahatlıqla menyunu tərtib eləyə bildim. Süfrəmi belə düzdüm. Süfrəmin rənginə uyğun olduğu üçün belə qırmızı qazanımda ilk dəfə də istifadə edirdim. Səba toyuqları yeməklərimin ləzzətinə ləzzət qatdı. Səba iftarın mükəmməl dadı. Bu döyüldü. Artıq qonaqlarım gəldi. Gedim onları qarşılayım. Allah tutduğunuz orucları qəbul etsin.